Y bərabərdir 8 vurulsun 2-nin qüvvətinə 2 kosinus x çıxılsın 5 sinus x funksiyasının ən böyük qiymətini və yaxud ən kiçik qiymətini və yaxud da qiymətlər oblastını soruşa bilər. Demək olar ki, hər dəfə bu tip misallar düşür və hər dəfə də biz bunu yalnız bir qayda ilə eləyə bilirik. Qaydamız da belədir. Məsələn, y bərabərdir a kosinus x üstə gəlinsin b sinus x olsa, biz deyirik ki, burada bu ifadənin ala biləcəyi ən böyük qiymət kök altında a-nın kvadratı üstə gəlinsin b-nin kvadratıdır. Yəni, kosinusun və sinusun əmsallarının kvadratlarının cəmi kökün altında götürürük. Və ən kiçik qiymətini soruşarsa, yenə eyni qayda ilədir, lakin bu dəfə çıxması ilə götürür. Yəni, üstə gələyi ən böyük qiymətidir, çıxması isə ən kiçik qiymətidir. İndi biz burada verilən misalda 2-nin qüvvətində olmasına baxmayaraq, yenə də bu ifadəmizi bu şəkildə yazırıq. 2 kosinus x çıxılsın kök altında 5 sinus x və buradan da nə edirik? Bunların əmsalların kvadratlarının cəmini götürürük. Yəni kök altında 4 üstə gəlinsin 5 eləyir və cavab da kök altında 9, buradan da 3 çıxır. Deməli, bu ifadənin ala biləcəyi ən böyük qiymət, yəni bax bu qırmızı şəkildə yazdığımız yerin 3'dür, ən kiçik qiyməti mənfi 3'dür və bunu da 2-nin qüvvətinə yazsa, o zaman ifadəmiz bu şəkildə olurdu. Y bərabərdir 8 vurulsun 2-nin qüvvətində 3 bərabər olmuş olur 64-ə və yerinə mənfi 3 qoymuş olsaq, alırıq ki 8 vurulsun 2-nin qüvvətinə mənfi 3, o da bərabərdir 1-ə. Deməli ki, bunun qiymətlər oblasti 1 və 64 parçasında yerləşir və bundan sonra bizdən ən böyük, ən kiçik qiymətin hansı olduğunu və yaxud da qiymətlər oblastını soruşsa, bütün suallarına buradan cavab tapa bilərik.